ARB24-ün efirində xəbər vaxtıdır. Studiyada Günel Mövsümovadır. Hər vaxtınız xeyir, bu saatın əsas xəbərlərinə keçək. Suriyanın yeni hökuməti ilə Əsəd tərəfdarları arasında baş verən silahlı toqquşmalara görə mindən çox insan ölüb və müxalif qüvvələrə Hizbullah tərəfindən dəstək verilməsi isə daha geniş miqyaslı müharibə riski yaradıb. Çünki bu İranın yenidən bölgəyə müdaxiləsi hesab olunur və hətta buna Suriyanın dostu olan ölkələrdən reaksiyalar gəlib. Belə ki, Türkiyə ordusunun Suriya ərazilərinə daxil olacağı deyilir. Körfəz ölkələri də Dəməşqə dəstək bəyanatları veriblər. Suriyanın Latakiya, Tartus və Xums əyalətlərindəki silahlı toqquşmalar mindən çox insanın ölümünə səbəb olub. Söhbət yeni hökumətlə Bəşər Əsəd tərəfdarları arasındakı qarşıdurmadan gedir. Bu qarşıdurma bir növ Bəşər Əsəd rejimini yenidən hakimiyyətə qaytarmaq cəhdi kimi başa düşülür. Lakin digər senaridə isə baş verənlər bölgə əhalisinin məhz indiki hökumətə qarşı narazılığı kimi qiymətləndirilir. Belə ki, Əsəd hakimiyyəti dövründə bölgədəki Ələvi icması bir sıra yüksək vəzifələrdə olublar. İndi isə onlar bu səbəbdən yeni administrasiyanın hədəf mərkəzindədirlər. Hətta keçmiş rejim tərəfdarlarına qarşı axtarış və yoxlama tədbirləri gücləndirilib. Yeni administrasiya əksər ərazilərdə nəzarəti bərpa etsə də, sadalanan amillər fonunda Suriyanın yenidən vətəndaş müharibəsinə sürüklənəcəyi isə istisna olunmur. Bugünkü günə bildiyiniz kimi bəzi daxili və xarici qüvvələr var ki, bu Suriyada qeyri-stabillik olmasının marağındadılar. Bu oyuncular İsrail, Rusiya və İran demək olar. Belə deyək də, bu yaxınlarda Drozların nümayəndələrlə, İsrail təhlükəsizlik qüvvələrinin nümayəndələrinin görüşündən sonra birdən-birə Suriyada bu Drozların fəaliyyəti aktivləşmişdir. Digər vacib məqam Hizbullah qruplaşmasının prosesdə iştirakına dair iddialardır. Hizbullah adının hallanması isə prosesin arxasında İranın rol oynadığını deməyə əsas verir. Məhz elə buna görə də Suriyanın yeni müttəfiqlərindən narazılıq və Dəməşqə dəstək mesajları gəldi. Bölgədə Tehranın mövcudluğunu qəbul etməyən körfəz ölkələri Suriyanın yanında olduqlarını bildiriblər. Avropa İttifaqı da Suriya hökumətinə dəstəyini ifadə edib. Dəməşq üçün verilən mesajlarsa onu göstərir ki, bu dəfə kənar aktorlar 2011-ci ildəki senarinin təkrarlanması deyil, bunun əksinə nail olmağa çalışacaqlar. Özellikle İran Molla rejiminin ve İsrail'in işbirliğiyle Esad rejimi taraftarlarının ve Esad'dan kalan askerlerin yeni yönetime karşı harekat başlatmaları, saldırılar başlatmaları ve terör eylemleriyle yeni yönetimi yıpratmak ve mümkünse yönetimden uzaklaştırmak için bir takım girişimler içerisinde oldukları bilinmektedir. Bu kapsamda Suriye'den Esad rejimiyle birlikte çıkartılmış olan İran'ın siyaseten tekrar Suriye'ye sirayet etmek için birçok hamleleri oldu. Ancaq gərginlik sadəcə sahilyanı ərazilərdə müşahidə olunmur. Əsəd tərəfdarlarının üsyanı ölkədəki digər qruplaşmalar üçün də bir növ fürsət yaradıb. Belə ki, Suriya Demokratik Qüvvələrinin birlikləri Hələb şəhərinin şimal qapısı hesab olunan yol qovşağını ələ keçirib. Nəticədə ilk dəfə Türkiyənin hava hücumu qüvvələri Suriya Demokratik Qüvvələrinin mövqelərinə zərbə endirib. Siyasi şərhçilər isə gərginliyin artması fonunda Türkiyənin bölgəyə qoşun yeridə biləcəyini iddia edirlər.